Bura Binəqədi qəsəbəsi mərkəz Binəqədi kimi tanınan meydandır. Bu ərazidə yol hərəkəti nişanlarının azlığı, eyni zamanda xətləmənin olmaması burada avtomobillərin hərəkətində müəyyən qədər çətinliklər yaradır. Xüsusən də günün pik saatlarında bu ərazidə əməlli başlı xaotik vəziyyət yaranır. Eyni zamanda burada piyadalar da çoxdur və sürücülərin necə gəldi avtomobil idarə etməsi həm qəza riski yaradır, eyni zamanda piyadaların da həyatını təhlükəyə atır. Sıxlıq olmalı, müşavirələr yoxdur. Gündə hadisələr baş verir burada. Çox qarışıqlıqdır. Cəmaatın gediş-gəlişi narahatdır. Maşınlarda provkadır. Kim kimə yol verir bilinmir. Hər kəsən öz yolunu bilsələr yaxşı olar da, yəni çətinlik olmaz. Znak yox, ondan sonra svetofor yox. Ona görə də heç kim bilmir hansının yoludur. Ona görə də çox təhlükələr baş verir. Sıxlıq olur, elə olur ki, saatlarla bax o yolda qalırıq, gedib çıxa bilirik evə vaxtında. Yəni 15 dəqiqəlik yolu bir saat yarıma gedib çıxırıq. Hərəkət eləmək olur ki, rəhmətli olur. Hərəkət eləmək ki buradan. Vallahi kameram maşını adama adlaya bilmir bu yüzden. Maşınlar yol dardır, hər tərəf dardır. Adlama olmur, keçmək olmur. Burada nə dayanmağa yeri var, nə bilim insan üçün keçsə yeri var. Burada hərəkət necə təşkil olunur? Bu avtomobillər bilirlər kim kimə yol verir. Burada nə svetofor, nə bir şey, heç bir şey yoxdur. Elə kimi gəlir keçir də burada, belə bir şey var. Maşını da harada saxlayırsan, adicə maşın yoldur, gəlir, avtobus saxlayır qabağından, məcbursan probkaya düşürsən, maşının dalına çıxanda o da çəkir. Yəni hər tərəfli bizə manəçilik var da burada. Yəni bu Sençan deyilən bir yola düzgün yol lazımdır. Yəni burada məktəb qabağıdır. Bu məktəbdən çıxan uşaqlar var, körpələr var, valideynlər var. Yəni istəyir taksiləri olsun, istəyir gedən marşrutları olsun, düzgün yol vermək lazımdır burada ki, yəni cəmaət bu yoldan düzgün iştirak eləyə bilsin, düzgün yol gedə bilsin. Hardasa hərəkətin təşkili ilə bağlı kiçik bir səhv olanda sürücülər də bundan sui-istifadə edirlər. Nəticədə xaos yaranır. Bu xaosu qarşısını almaq üçün bax belə tapmacalar olmamalıdır yolda. Kim kimə yol verməlidir, burada nə baş verməlidir. Aydın şəkildə hərəkətin təşkili təsvir olunmalıdır ki, insanlar da vaxtında görüb, vaxtında ona uyğun davrana bilsinlər. Belə halda təbii ki, sürücüləri də qınamaq olmur. Çünki özlərinə necə sərf edir, o formada da edirlər. İrad bildirəndə də deyir ki, nişan yox, xət yox, mən nə bilim kim hardan keçməli. Belə suallar olmamalıdır. Hər kəs konkret situasiyanı görüb ona uyğun qərar qəbul etməlidir. Maşını da nişana və nişanlanma xətlərinə, eləcə də svetoforlara, onların tələblərinə, nizamlayıcının tələblərinə uyğun idarə etməlidir.